Üsük. Az orada burada dalımca danış, gəlir qulağıma çatır. Quran and olsun səni taparam, bilirsən də neyniyərəm. Allah and olsun ağzımı cırıb ayağımın altına qoyaram. Şükür Allah, alnım açıq, başım dikdə. Həyat mənimdir, necə istəyərəm elə yaşayaram. Heç kim mənə gəlib deyə bilməz ki, belə yaşa, elə yaşa. Şükür Allaha, tutduğum yolum düzdür. Dilənçi, ləçər dilənçi. Ərin aparıb rayona tullayıb, ərimin 51 yaşı var, ərim uşaq deyil, aparıb ərimi rayona tulluyum. Nətər yandı, sizin kişiləriniz gedib Moskvada, xarici ölkədə illərlə qalıb gələndə Nataşanı qoluna taxanda bir evdə iki arvad bacı kimi olursunuz, Heç onda demirsən, gedib də mən kireş, neynəsin? Hələ ömür boyu desin ki, əlim ayağım yoxdur, ay xalq, ay millət, verin mən yiyim, ay bəzi loxlar, verin mən yiyim desin. İstəmirəm də, ay bala, möhtac olmaq istəmirəm heç kimə. İmkan verin, özüm yaşayayım da, özüm qazanım, özüm, Allah mənə nə qədər can verib. Yıxılıb ölərəm, pastelə düşərəm, altıma batıraram, onda sizə möhtac qalaram. Heç Allah eləməsin sizə möhtac olum. Hələ əcəb eləyirəm, elə Allah səyin nur kimi qismət eləsin. Nə deyirsən, sözüm var mənə, səhvənin altında nömrə var, yaz görüm nə deyirsən. Düz deyirəm də. Az küsən başıva, götürürsən, oynadığım yerdə, dediyim cüldü yerdə, bəzəndiyim yerdə ekran kaydeli batırsan ki, al Nərmini müzakirə elə. Az cəmaat çörəyi qulağına yemir, ağzına yiyir. Cəmaat bilir müzakirə olması kimdir. Şükür Allah. TikTok'un sayəsində qalxmamışam. Cəmaatı loxlamıram. Altımda 100 minlik maşınım yoxdur ki, dəstəkçim alıb. Demirəm o sözü. Şükür Allah, həyatımda göz önündə də. Hara gedirəm, hardan gəlirəm, ömür boyda canlı açmışam. Toydaydım, indi də gəldim evdə açdım ki, kör gözüvə girsin ki, gəldim evimə çıxdım. Narahat olma. Sən də bir gün gedəcəksin o Allah talan qara yerinə. Niyə narahat olursan? Nərminin bu platformada kim dalıca danışıb, kim haqqına girib, Nərmini kim ağladı ba. Allah and olsun bir Allah taala onların görk eləyir. Ay Allah, özün keçə günahımdan. Başqa mənada demirəm. Demirəm başqa mənada. Heç demərəm də Allah eləməsin. Hə, demərəm. Allah eləməsin, heç demərəm. Dilim lal olsun. Ərim xəstə, mamam ürək xəstəsi, ürəyində aparat. Özüm əziyyət çəkirəm. Göstəriş üçün olsun da yenə deyil. Amma əziyyət çəkmirəm. Şirindir. Zato bilirəm ki, bəhrəsi özümündür. Özüm yeyirəm. Özüm qazanıb, özüm yeyirəm. Başa düşdün ya yox? Aparıb ərin rayonu atıb, özü Bakıda kef eləyir. Əcəb eləyib kef eləyirəm. Yasda ağlayarlar, toyda oynayarlar. Yaxşı eləyirəm. Sabah o məni necə toyuna çağırıb, birisi gündə mən öz toyuma çağıracam onu. Yaxşı eləyirəm. Belə ayaqlarını da oynadım, çıxdım, gəldim. Sözüm var. Yaxşı eləmişəm. Əcəb eləyib oynamışam, demişəm, gülmüşəm, yaxşı eləmişəm. Bu sayandır. Yox, saymıram. Bir dənədir məndə. Sənki kimi 5 dənə deyil sayam. Kutabçıda adam oldu. Narahat olma, kutabçı insan da, adam deyil. Adam sənsən, mən insanam. 8 il kutab pişirəndə gəlib kutabı yeyəndə əlimdən öpürdün. Küsən başıva elə. Az ekran kayd edir, atırır, tənqidçilər yoxdur, gələdir Nərmini. Onlar da məbsən neyinir? Atırlar ki, bacı, bunlar səndən nə istəyirlər? Cəmaat çörəyi qulağına yemir, ağzına yeyir. Başa düşdün ya yox? Səni burada loxluyub, kart paylaşıb, gedib gözün görə ərzaq alıb gətirmirəm evimə. Mən gecə gündüz əziyyət çəkirəm. Mağazalarda deyirəm ki, istidə. 40 santlıq kabində bir cəmaat mağazanın ortasında soyunur, geyinir ki, mən o kabinə girmək istəmirəm. Bir geyimdən 2 video, bir 10 geyimi 2-yə vuranda 20 video eləyir. Onu hələm-hələmadan bacarmır. Başa düşürsən ya yox? Olmur, valla olmur. İnanın Allaha olmur. Salona gedirsən ərinanı, toya gedirsən. Bildim də, bildim. Pox yiyib, qələt eləyib Elnurla ailə qurmamışam ki, gözünüzün ailə qurduğum gündən canlı açmışam. Həmişə ərim yanımda olub. Ay bacı, indi istəmir də. İstəmirik, bacı. Dilənmək istəmirik TikTok'dan. İstəmirik, ay bacı. Leasingdən də olsa, borcla da olsa, xərclə də olsa, ay bacı, özümüz qazanmaq istəyirik. Özümüz yaşamaq istəyirik, ay bacı. Qurban olum. Elə hətta gətirirsiniz ki, ip atıb özümüzü belə asmaq istəyirik. Bəstirin də. Ay bacı, qudurmuşam, əcəb eləmişəm. Nöş baxırsan? Nöş baxırsan bacı? Dədün sümüyü sizə yizdirdi, əti mənə yizdirdi də ona görə qudurmuşam. Baxma da ay bacı, mən sənə maraqsızam, blok elə. Baxma.
Bunlar Mahur xanım, Mahur bəy, bunlar nə dəstək olurlar, nə də köstək olurlar. Hamıya aid deyil, İraq yaxşılardan. Bir dənə də sözü var. Cəmaət səni niyə sevmir? Niyə sevmir ki? Niyə sevmir? Necə Nərmin yuxusuz qalıb günlərlə TikTokda 12 min, 13 min pul yığanda xəstələrə, fiziki məhdudiyyətlərə, qazilərimizə dəstək olmuşam. Dəfələrlə kaydlarım var, görüntülərim var, videolarım var. Qazi qoşuldu, 2 ay ev pulun istədi, 6 ay evin pulun yığdım, çıxdım. Niyə onu da bir də kayd eləmədiniz? Nərmin toyda oynayanda kayd eləyirlər. Altından tökülür. Ər sayandır bu. Səviyyəsiz. Ərinə hərliyəndir, ərinə qayrandır. Yox, saymıram. Ərimi sizin əlinizdən qoymuşam Kuxna Mebilin başına. Yatanda da aparıb qoyuram spanimdə taxtın başına. Qonaq otağında da qoyuram komotun başına. Ki toz basmasın. Siz görməyəsiniz, göz dəyər. Az boyun neti nə edirsən? Heç ənanın yeridir, boy vaxtıdır. Bunlar ağıllıdırlar da, bunlar süddən çıxmış ağ qaşıqdılar bacı. Bunlar nümunəvi qadındır. Hə, Qurana and olsun. Valla arada mən konum zadat olun, mən qınayan qadınlar var. Gəlin mən arvadlıq öyrədin. Bilmirəm mən. Çünki pis həmişə pisdir. Pis ömür boyu yaxşı ola bilməz, yaxşı da heç vaxt pis ola bilməz. Mən yaxşıyamsa ömür boyu pis ola. Mən şəxsən 31 yaşım var. 12 ildir də evliyəm də. Mən ömür boyu pisliyi bacarmamışam. Mən hələ ana olandan sonra heç kimin qəlbinə dəymək istəməmişəm. Təsəvvür eləyirsən, heç kimin o qədər qorxuram, o qədər Allahdan qorxuram, o qədər qorxuram Allahdan. Çünki bilirsən niyə? Bu günləri məndən keçib. Allah deyir ki, sənin elədiyin o səhvlər var, sənin çox istədiklərindən çıxaram onu. Eləm o səhvləri. Ona görə qəlb qırmayın. Yəni sizin nə dediyiniz mənim vecimə deyil. Vallahi heç mən onu görmürəm, görmək desə. Bilirsiniz niyə? Çünki mən özümü tanıyıram. Mən kiməm, tutduğum yol nədir, mən onu bilirəm. O mən söyləyənlər kimsiz ki siz güya? Valla tapıram sizi, Allah hamd olsun deyirəm. Bir cırıq ayaqqabıya yamaq deyilsiz. Yəni baxın da gör nə deyirəm. Siz mən kimi güclü ola bilmərsiniz. Heç vaxt ola bilmərsiniz. Hara gəlim aşkım? Hə, yatsın. 5 dəqiqəyə gəlim. Bunlarda 5 dəqiqə. Baxım görüm modulu iyi gəlirsən. Ey, ged ağzını yaxala. Ged. Üstüyot iyi gəlir, ədviyyat iyi. Gəl saçını yığın. Boğazındakı ziyildi, hə, ziyildi. Bir dənə də sözləri var, qutabçı. Niyə bu qədər qutabçılar? Vasmoyun bazarına bazarlığa gedəndə 20 qəpiklik piraşka axtarırsınız ki, yiyeyim, qarnım doysun, normalni bazarlıq edeyim. Nə olub qutab pişirənlərə? Pis bir şey eləməmişəm ki, qutab... Niyə mərdi qova namərd eləyirsiniz ki? Pis iş görmüşəm bəyə. Qutab pişirib satmışam da, xalqa xidmət eləmişəm. Burada nə var ki? Mən bugün 7 il dayanmadan gecə, gündüz, yağışında, qarında, tufanında xalqıma xidmət eləmişəm. Bir sahibkar qadın kimi, bəli, əlbəttə ki, mən qutab pişirmişəm. Mən ömür boyu danmamışam ki. Mənim bir dənə bu TikTokda bir səhvim olub, qutardı getdi, всё. Qutab pişirmişəm də, onda bu qədər qutabçı qadınları da. Prosta sizin indi qutabçı, təndirçi dediklərinizin 40-45, 50, 55, 60 yaşları var da. Məni kimi gənc qadın, xanım, heç vaxt təndirə, qutaba getməyib. Ana. Can ana, mən hamilə olanda təndirə çörək bişirirdim. Nə istəyirsən ömrüm? Hə, vaxt aşkım. Qızma başıma əlim. Armutlu konfet var. Ayda mama şey istəyir, soğurma konfet. Ay Ümid, saçımı pozma da, sabah çəkilişə belə gedəcəkdim. Gələ. Pozma. Telefonu götürən getdim. Pozma aşkım. Yoxdur. Mama yoxdur orada. Ümid, bəs mama tofita falan almışdım axşam bunları. Uşaqlar günündə aldığım abur-cuburlar anı. De Quran haqqı yediniz. Az Allah haqqı. Rəhmətli atamdan almaq istəmişdim. Rəhmətli atamdan almaq istəmişdim. Kartof soyub vermişdi əlimə. Minnur, bax Allaha and olsun deyirəm. 4-cü sinifdə oxuyurdum. Yəni biz o qədər kasıb böyümüşük. Sakız qaldı. Bən neyniyim indi? Ana nənəm bilər. Sabah kimi hə bacı mən yatacaqdım da görməmişəm. Çuşqayam, çətciyəm sizin dilinizdə. Hədə mən beləyəm. Belə yatmayacaqdım. Sevincimdən oturacaqdım ki, makyajım pozulmasın. Hə. Sağ ol Eşat, çox sağ ol. Əziyyət çəkmə. İndi girib sədrikdə yazacaqlar ki, bayaq toyda oynayırdı. Nöş ona hədiyyə atırsan.
Allah haqqı bütün dəstəkçilərimi elə yazırlar. Qura bir də dəstəkçi var, canının dərdindən sərfən şeyin direkti bağladı. Onu anam dedi, anam. 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 Neynəyim ama? Hamısı bücürmüşdür. Baxın. Hə, qutabçı, hə, Quran haqqı bacı girib də ömrüm o söz. Bir dənə də sözlər var, qutabçı adam oldu. Yo, bir dənə də söz, indi bayaqları toy, bir dənə video paylaşmışam, altındakı kommentlərə bax. Onu Sütü iyi verdiyi günləri nə tez yadımdan çıxartdı. Niyə başa düşmədim? İndi mən qutab pişirirəm deyənə geyinib keçinib toya getməli deyiləm. Yoxsa toya gedəndə dörd ayaqla oxlu ilə girməliyəm. Ay o yorumu yazan, hə? Range Rover aldı, səhər qardaş almışam. Logosunu almışam, hələlik özünü də alacam. tuz verir. Nə? Bunu. Bu da aşkım, bu nədir bə? Başkasını istəyir bu. Bu başkasıdır. Hə, Allah haqqı deyir, hiss iyi verdiyin günlər, az hiss nədir bacı? Mən 50 dərəcə, 60 dərəcə asfaltın istisi, sacın istisi, günəşin istisi, saat 6 tamamdan səhərə yaxın 5-ə 4-ə qədər, sağ olun, 5-ə 4-ə qədər mən əziyyət çəkib qutab pişirmişəm. Mən 2 uşağımın ikisi də, bax, o məni qınayanlar var ha. Bətnimə düşüb dünyaya gəldiyi günə 3 gün qalmış gəlmişəm Bakıya. Uşaqlarımı dünyaya gətirib qayıtmışam ora. Mən 2 ildir də Bakıdayam. Bilirsiniz ki, İsmayılı yolunda təmirlə bağlı çıxdıq gəldik bura. Bacı, neyniyim? Siz bəzilərinizi loxlaya bilmədim də. O gözünün poxu qurumayıb, saat 6-da marşrutla işə gedənlərin cibinə girə bilmədim. ƏDV-lərinizi mənə atlaya bilmədim. Allah tala mənim də belə yolumu açdı. Gəldim 2 dənə mağazada paltar təqdim edirəm də. Neynirəm ki? Tamam da yaxşı, gəl sən də bundan verim, gəl, gedək. Girin makyajımız adımı yum edin. İstəmirəm. Uf. İstəmirəm. Kocan nərdədir? Sizdədir. Bırax gəlsin evə, uşaqlarım ata istəyir. İndi düşmə kameraya. Kim eləyib makyajı? Kaya stüdyoda, Sunay. Ölürəm, ölmə bacı, niyə ölürsən? Valla ölsün 40 gün yasını saxlayacaqlar. Bir şey ki, ölənin gəlirsən, badamdan ləbləbidən yeyirsən. Qeybət eləyirlər. Allah haqqı. Bu yaxınlarda bir də hüzurda oldum, Allah rəhmət eləsin. Qeybət eləyirdilər, özü də TikTokerin qeybətini. Kül mənim başıma. Allah haqqı. Yəni sən də ölsün, heç kimsə heç vız qoymayacaq. 40 gün, 40 gün ağlayacaqlar. Atamın yad deyil, öz atam öldü dənə. Atam öləndə saçımı kəsdim, 90 santı saçımı kəsdim. Həyatdan küstüm, nə olsun? Zato indi mini geyinib hoqqa verirəm mağazalarda. Nə olsun? Atam ölüb. Amma deyirdim ki, yox, atam öldü, mən də öldüm. Həyata bir də gəlmərəm. Nöş gəlmirsən, az yalandır. Yalandan dilində deyirsən. Gələrsən, lap yaxşı da gələrsən. Allah, heç adamlar 40 gün də ağlamır. Mən adam tanıyıram, ay Allah, özün keç günahımdan. Hə, prosta dedin odur. Külbaşı var, tülkü əl çatmaz heyvandır, bambılı. Görsən, tülküyə yaxınlaşa bilərsən. Ağzında tülkü deyirsən. Deməli, mən əl çatmaz biriyəm. Bu arada qızlar, asbol nöşürdün mənə bala. Mənim zirkonum tam sementlənməyib. İndi qalacaq. Mama, mən dedim ki, istəmirəm. Doğrudan mı? Hə. Gəldən olar. Bu arada ay qız, mənim dırnaqlarıma baxın. Ən sevdiyim sarı rəng. Düzdür, əllərim qaradır, salyarıma gedirəm də mən. Bir mındar xasiyyətim var. Yay gəlirəm, ancaq qışa qədər salyarıma gedirəm. Qutabçıda qudurmuşluğa baxırsan. Hə? Sən qutab pişirəndə salyarıma gedirdin az. Üstü verib iylənirdin. Qedim indi Kayır stüdyoda bəzənirsən. Azbonuş verdin mənə. Yapışdı damağıma zadıma. Hə, toba. Atamın yatdığı torpaq haqqı bacı. Mənə lazım idi. Gedirəm. Ən çox 25 dəqiqə, ən az 10 dəqiqə qalıram. Görmürsən, kösəyə, qaraçıya dönmüşəm. Mama. Deyir, neyiz gülü var ha. Dırnaq ustam odur. Çox qəşəydi, hə? Süperdi. Bugün toyda hamı bəyəndim. Nənəm deyir ki, Sevdanı qoşsun. Asbol nöş ver düzmə. Dişim indi qalacaq bunda. Sevdanı qoş deyir mənə.